Salamünaleyküm, hardayam? Hökmə dairəsindən qalxdın, Ağbazar keçdin, Megastar var. Düz onun yanında dayandın. 3 otaqlı bir dənə ev çıxıb. Yola çox, belə boylanıram, indi düz yolun qırağını görürəm. Yeri qəşəng, qiymət əla, özümüzü dəyərindən baxıldı, gəlib çəkməyəcəm. Dediyim qiymətə ver, gəlib çəkim. Bir dənə mətbəx belə evin içərisində qalır. Pəncərəsi öz həyətini görür, maşın girir həyətdən rahatlıqdan. Təmiz, səliqəli ev istəyirsənsə idealdır. Alıb kirayədə verə bilərsən rahatlıqdan. Suyu var, yəni hər şey var da, yəni burada. Mərkəzi kanalizasiyasına kimi var. Burada bir dənə böyük zalıdır, ölçüyə bax, genişdir. Qoşa daşdır. Qiyməti normal qiymətdədir. Qiymət haqqında məlumat verim, sonra keçim o birisi otaqları çəkim. Qiymət 49.500 manat. 49.500 verirsən bu evi götürüb aparırsan. Götürsən, yaşayırsan. Pəncərəsinin qabağı boşdur, pəncərəsi həyəti görür, zabor tutmur da. Ölçülər yaxşıdır, qiyməti də yaxşıdır. Yəni yerinə görə qiyməti var. Burada torpağın sotağın azı 10.000-dir. Hamam sanuzeli aksesuarlar hamısı qoyulub. Normaldır. Burada da bir dənə geniş yataq otağıdır. Bunun da ölçüsü normal genişlikdədir. Qiyməti haqqında məlumatı verdim. Normal evdir. Wi-Fi-nə kimi hazırdır. Al, bugün köç, yaşa. Bir də həyətində göstərə üstü paket evdir. Kürsü buradan 5 daşdır, amma buradan göstərəcəm sizə, harası oradan bir 7-8 daş kürsüdədir. Baxın, həyət bacası genişdir, bir dənə çölünün emisiya vurmaq lazımdır. Bir dənə o başdan belə götürərsən, həyətinə rahatlıqdan maşın daxil olur. Görürsünüz də. Buradan gəldi. Gəldi. Bir dənə padvalını göstərək. Padvalına baxın. Yəni, rahatlıqdan girirsən, belə balaca görsənir, formalı böyüdür, 8 daşa qədər padvalı kürsüdədir. Oradan belə evin üz görkəmini göstər. Baxın, üz görkəmi, orada dur, belə göstər. Orada dur, belə baxın. Yəni, üz görkəmin normaldır, üstü paket evdir. Bir dənə çöldən arxa-arxaya get, evin üstü paketliyini göstər. Yəni, əlaqə saxlayın, qiymətinə görə gözəl variantda hər qiymətə də əldə evlər var. Zəng eləyin, əliləyəyin, sağ olun, var mı?